nəticəsində birinci müəyyən edirik. Sonra məsələn uşağa suallar verir ki, boş asudə vaxtlarını nə edirsən? Onu müəyyən edirik. Sonra şagirdin özü ilə fərdi söhbət aparırıq və yaxud şagirdin valideyni ilə söhbətlər aparırıq. Digər fən müəllimlərimizlə söhbətlər aparırıq ki, məsəl üçün deyək ki, Azərbaycan dili dərsinə baxıram ki, Əli ilə Fatimə yaxşı uşaqlardılar. Məsələn, Azərbaycan dili ədəbiyyatı qavrayırlar. Tutaq gəlirəm, ingilis dili müəllimdən soruşuram ki, Fatimə ilə Əli sənin dərsində necədir? Və yaxud riyaziyyat müəllimindən soruşuram ki, sənin dərsində necədir? O qaydada, yəni fən müəllimləri ilə də söhbət eləyəndə biz şagirdin hansı intellektə malik olduğunu müəyyən edirik. Bax bu qaydada. Birinci gəlir verbal lingvistik. Verbal lingvistik müəllimlər sözlə bağlıdır. Şifahi və yazılı fərqi yoxdur. Verbal lingvistik sözlə bağlıdır. Sözlərdən istifadə etmə bacarığı edə bilməsi və məsəl üçün deyək ki, dil qabiliyyətinin gözəl olması, söz bazasının çox olması, sözü sözə calaması, bax belə deyək. Və yaxud məsələn uşaq var ki, söz oyunlarını sevir. Müxtəlif oyunlar var ya, telefonlarda söz oyunu. Söz oyunları ilə oynayır və yaxud məsələn baxırsan ki, lövhədə hər hansı bir söz oyunu oynayıb və yaxud dəftərində hər hansı bir söz oyunu var. Şeir yazmağı var həmin şagirdin, hekayə oxumağı var və yaxud yazılar yazmağı var və yaxud məsəl üçün deyək ki, dilimizin bütün qaydalarını, leksik, sintaksis, semantik bütün qayda qanunlarını bilir, kitab oxuyur, əsər oxuyur bu uşaq və yaxud hər hansı bir tədbir təşkil edir. Tədbirdə deyir ki, mən orada belə deyək də çıxış edəcəm, təqdimatçı olacağam və yaxud natiqlik qabiliyyəti var, çox gözəl, məsəl üçün danışıq, diksiya qabiliyyəti var, söz bazası çoxdur da, özünü ifadə etmə bacarığı var şagirdin və yaxud məsəl üçün deyirik ki, şagird dialoqlarda iştirak etməyi sevir, debatlarda iştirak etməyi sevir və yaxud deyirəm ki, kitabları oxumağı sevir. Audio-vizual, audio daha doğrusu kitabları dinləməyi sevir. Bəzi kitablar var da, səs yazılan kitablar, onları dinləməyi sevir. Bax bu qaydada. Bu olur bizim verbal lingvistikimizə. Namiq müəllim, çətin deyil ki, bax gör. Belə də. Belə deyəndə diqqətlə oxuyacaqsan, narahat olma. Yəni sözlə bağlı nə görəcəksənsə, bu verbal lingvistik